Kanalımıza verdiği destek için New Yorker brendine büyük teşekkürümüzü bildiririk. Axşamınız xeyir olsun əziz sənətçilər. Bəli, yenə də mən, yenə də əlimdə vafli. Bu günləri Samir deyib ki, New School çəkəcəyik. Dedi, ən istedadlı bir dənə New School çəkək onu. Əlbəttə ki, düşünmədən hamı da bir ağzından Ramret dedi. Amma Ramret Barfly'da olduğu üçün işdə nə yaxşı ki, Qurban telefonu götürdü, 1 saat qalmış və bizim bugünkü qonağımız BBS Supra'dır. Qurban çox sağ ol. BBS Supra. Çox sağ ol ki, telefon həmişə üstündədir birinci növbədə. Çox sağ ol. Necəsən Üvi? Pis deyiləm, yaxşıyam. Sən necəsən? Mən əlayam. Çünki sən qonaq gəldin. Yes. Mən çoxdan da səni çəkmək Necə istedim. yalvarırdı mənə. Deyirdim, İstəmirdi bu. Hər verilişdə bax o burada qışqırır ki, dəstək olmaq lazım, dəstək olmaq lazımdır. 3 aydır mən səni çağırmaq istəyirəm, qoymur. Görsən bura. Brad, yəni bax qonaqlara O da bax, öyle. Nadir Nəxtpol, Ramil Nabran, Hə. İlk Nəsənli. Hə. Bunlardan sonra oqda, amma bunların ortasında yanardın da, yox, səncə də özün. Baxır. Baxır biraz. Baxmır da, Yaxı baxsa baxır. çəkərdi. Baxmır. Baxsa nə var idi, nə dərdi var idi, baxsa çəkmişdi. Yox, mən Görəcəyik. burada dəstək söhbəti deyil, prosta Vivi o tək-tük nüskullardandır ki, Vivi? Vivi. Vivi, hə. Vivi Elə tək-tük deyirlər, sən Vivi, qəşəng, zordur. Vivi tək-tük nüskullardandır ki, yəni 2 dənə yaxşı albomum var. Yaxşı albomdur, yəni. Biri var idi, o hansı ki mənim xoşuma gəlirdi. Ultima idi, Albom Ultima. rast qaldı. Əslində 2 dənə albom deyil, bir dənə albomdur. 2 dənə də balaca EP-dir. Yox, o Ghost albom deyil. Okey, EP olsun da, yəni neçə trek var orada? Orada 9 dənə. Şurada 9 dənə də cəmaət albom buraxır. 3 dənə direkt buraxır, adını albom qoyur. 9 EP dənə. ilə belə şeyin fərqi nədir ki? Belə mən şəxsi olaraq fərqi şeydə. Şəxsi olaraq fərqi mən albomları da, konseptual da ciddi alıram, EP-ləri yox. Yəni EP-ləri belə EP bilirsən necədir? Belə prosta treklər, bir-birinə aidiyyəti Demolarım yox. kompüterdə qalmasın deyə Hə, yığım, hə. kimi verim Hə, getsin. mix deyə. Bu deyim, verim mixtape'dir, getsin. brat. Hə, bəs onda niyə EP albom deyirlər ona? EP kiçik albom. LP long play'dir. Yox, EP mən bilirəm. short play'dir. 9 dənə onda necə EP ola bilər? Ola trekin biri Olur 1 da, bura, dəqiqədir. Orada 2 dənə skit var. 9 dənə. Olsun da 2 dənə. Çıxdın, yeddi dənə. Orada deyəsən 35 dəqiqədən sonra LP sayılır da. Hə. 35 dəqiqədən bu yana səhv eləmirsən də belə bir şey var da. Başım çıxmır. Ola bilər, hə. Amma yenə də yəni əsas konsept olaraq Ultima albomu. Mənə Ultima çıxanda səni çağırmaq istədim. Bax o dedi ki, çünki sənin o Sofkan keçmişin var ona görə. Bax o biraz o Siz tərəflərlə. mənlə vayvat edirdiniz də. Nə oldu? Biz partladan kimi hamımız dostlaşmaq istədiniz. Mən də ona görə deyirəm ki, aparırıqsa takança, aparmırıqsa. Ay brat, mən heç kimlə vay-vay eləməmişəm bax. Mən sizlə. Sofqa. Hətta Sofka indi belə pis çıxmasın, sən də get sabah mənim də dostuma nəsə Mən demə. Mən də elə deyim deyirəm. vaxt o pisdir. Yox da. Söz elə deyil bra. axı. Hada. Fakt hamımız bəyənmirdiniz də biz o vaxtda. Mən işini demirdim şəxsən. Ay yaxşı da. İndi qonaq çağırmışıq da, dayı aç de. Nəyi bəyənmirdin? Spesifik olaraq nə edirsən? Vəxşi də xeyt edirdiniz də konkret. Mən eləmirdim, brat. Mən uşaqları bilirdim ki, heyt edirdilər, çünki böyük ehtimalla istədikləri naratam. Cibimə qoyurdum. İstədikləri şeyi sizdən görmürdülər. O da məncə başa düşmürdülər ki, hər insana eyni şey verməli deyil, onların Sən niyə istədikləri. onlardan qırıldın? İndi onda görmürlər də istədikləri şeydir. Deməli səhvlər idilər, yox? Sən də burdasansa avtomatik bir səhvlər dəqiqə, idilər. burada heç kim səhv ya düz deyil. O bu sən- mövzuda mənim ayrılmağım mövzusunda kim düzdür, kim səhvdir bilmirəm. Mən şəxsən oradan ayrıldım çünki mən orada artıq özümü produktiv görmürdüm və istədiyim şeyləri eləyə bilmirdim. Ona görə ayrıldım. Plus qrup da dağıldı da, yəni. 2-1 idi, dağıldı. İşləmir indi işim orada. 21 ev içində buraxmır. O birisi qaqaş var idi orada bir dənə. Farec, Farec, hə. Farec qəşəng proyektlər buraxırdı, prosta sonradan Farid başı sonra- qarışdı. Qardaşım orada 2 dənə Farid idi. Zor adı var da sən Farid sən tanıyıram, respekt. Pivə ilə zor gedirsən. Sinir qadına döndərdiyi. Tema odur ki, mən indi 25 tren uşaqlarıyla aramız zordur. Zaten mənim həmişə aram pis deyildi uşaqlarla. Deyirəm də bir dənə problemlər mənimlə olub həmişə.
Siz tərəfdən, o tərəfdən də indi vaxt nəyə görədir? Mən o mövzuya toxunmaq istəmirdim. Mən sənin albomun haqqında danışmaq istirdim. Yəni heyt biraz şeydir. Rapper heyt edirsə, track nə eləməlidir? Qatılıram. Kommentlə yox da. Qatılıram. Kommentlə heyt, sonra öz səhifələrində çirkinə, nə bilim, 8 bal vermək, 21-in albomuna 10 bal vermək, yəni belə come on. O deyil də yəni də. Okay, fikirlər müxtəlifdir, amma sən ən azından fikirdə elə bir balaca obyektiv demirəm, amma məsələn sən harasa mənsub olmamalısan. Qatılıram. Mən o çirkinə birinci dəfə qulaq asanda da şey demişdim. Yəni, yaxşı albom. Düz göndərmələr var idi orada da. Yəni bir iki dəfə O heç də, o heç, hə. Amma yəni yəni albom olaraq məncə yaxşı bir albom idi. Düzdür, orada belə dinlədiyim çox trek Kimi yoxdur. bəyənirdiniz bir Tusovka olaraq? Yaxşı. Scottu. Bunlar bir də Azərbaycandan da kimə Mən Seybunu bildim ortada o heç. Mən Pastelgilin Tusovkasını bəyənirdim, Tusovka olaraq. Və treklərini bəyənməsəm də məncə çox bomba ortamları var idi. Hamı bir yerdə idi, bütün gün nəsə edirdilər. Zor idi. Bəs yox bildim, onları opşir Treklər sənətə deyil. münasib. Trek olaraq Kimə qulaq? Niger Azərbaycanda heç kimi, yəni belə o boyda cəmaət. mən ekspert deyirəm nə. Məncə ekspert brat, yəni. Əgər hələ də Topaz fan klubda yoxsunuzsa, onda oradan qeydiyyatdan keçin. 20 manatdan 1000 manata qədər depozitdə Topazdan 15% və voucher alarkən 244 751 VBB Pay seçmisinizsə, VBB Pay seçmisinizsə, tuşqarda. VBB Topazdan əlavə 10%, yəni ümumi 25% bonus qazana bilərsiniz. Hər 1000 azayın depozitə görə 15 manat istəyirsiniz. O zaman TFC tətbiqində hər depozitində 244 751 görürsünüz də əzbər bilirəm. Voucher kodunu yaz. Yığılan bonusları hər həftənin ikinci günü VBB Topazın WhatsApp nömrəsinə yazaraq həftəlik dövrənizə görə bonus maaş kimi alın. Bundan gözəl təklif ola bilməz. VBB Topaz. Amma unutmayın ki, bu qazanc mənbəyi deyil. Hə, yaz getsin. Bax sən ultim albomun. Okay, mən bəyənirəm bu albomu. Mən orada 3-4 dənə track var, daimi paylaşıram. Amma sənin albomunda olan o beat fişkaları, o vokal fişkaları səncə bir Azərbaycanlı dinləyicinin Bunu mu istəyirdin? Bunu mu istəyirdiniz? Əsl cavabı verim. Əlbəttə. Mən şəxsən dinləyə biləcəm. Ya. Biri var media fason cavab verəsən, bir də var həqiqətən let's cavab deyəsən. Media fason eləsəydik Nə bilim. Brat, mən şəxsən özümün bəyəndiyi və özümün dinləyə biləcəyi treklər edirəm. Onda niyə kənəyə çıxırsan? Çıxma Brat, da. bildim, mən proyekti sən sual verirsən ki, Brat, yox, sən sual verirsən ki, sənin o trekdə elədiyin fişkalar kimin nə qozunadır da. Mən də sənə deyirəm ki, mənim qozumadır. Mənim qozum olmalıdır bu. Mən buna qulaq asanda kayf almalıyam ki, bilim ki, mənlə eyni valnada olan adamlar da bundan kayf alır. Nə 3 nəfər? 3 nəfər. Hə. Okay, 300 nəfər, yaxşı. 3000. Yəni 3000 pastor yığan var konsert. Sən konsert edib 3 Qardaşım bildim də 3000 Spotify-da nəfər gələcək. dinləyicim var. Yox da Spotify-da 3000 aylıq Bot dinləyici var. vurursunuz da qardaşlar. Siz əvvəlcədən bot vuran olmusunuz da. Yox, bu vurmur. Bu şeydə Spotify-da vurur. Mən izləyirəm bunları. İndi bizim Kənənin də 100 min izləyicisi var. Okay, yəni biz sabah live eləsək bizə 100 min gəlməyəcək. Okay, o live-dan söhbət başqadır. Live-dan söhbət başqadır. Mən də onu deyirəm. Bax sən bax qulaq as. Mən nəyə gətirmişəm də. Sənin albomunda çox əla fişkalar var. Əsas da o misal üçün Tears from Jupiter treki. Sözlər çox pik trekdir bura. Çox pik trekdir. Trek tutmalı idi. Bax, trek tutmalı idi. Amma səndə orada trekin ortasında Ola uşaq orada söndürür də treki də cəmaət. Mənə prosta maraqlıdır. Siz niyə bunu edirsiniz? Şura səndə ki, qulaq asırsan da. Yox, industriyanı sizə təhvil veriblər. Aha. İndustriya belə. Köynə pakalenidir, bunlardır da. İndi kimdən danışaq? Hayır, baş, yaxşı. Və sonra deyirlər ki, nə bilim, kənəyə rapper çağır. Yoxdur da, kimi çağırım mən? Və səni çağırdı, səndə 2 dənə albom var, 3 dənə EP var, 4 dənə nə bilim mixtape var. Sən ən produktivsən. Belə deyim də, albom məsələn biz albomla girdik də ortalığa. Albom məsələn promotionunu çox yaxşı eləmişdik. Teymurgil falan Instadan. Hansı promotion eləmişdin? Harda promotion idi? Məsələn listening partisi olmuşdu. Klipi paylaşılmışdı, səhifələr paylaşılırdı, videolar var idi. Sonra listening party günü albom paylaşıldı. Albom ondan sonra hamınız paylaşmağa başladınız.
Yəni, mən zaten o paylaşacaqdım. O listening parti oldu, olmadı. Okey Mənim işim də budur. bildim sənin işin bu deyə. Məsələn də tanımayan adamlardan söhbət gedirdi. Onsuz səndən söhbət getmir. Səninlə Instada, DM-də də danışırıq. Mən sənə Okey. ata bilərdim də albomu. Yəni nəticə olaraq normalda məsələn mənim reachim Aqil. 1K, 2K-dırsa, mənim o momentdə reachim 7, 8, 9, 10, 15, 20K-ya. Okey. Hə, mənim Instada məsələn açıb profilə baxırdın, 10K reach var idi. Rich baxışdı. Yəni profilin Axvat, qabağı, axvat, axvatı. Hə. Listening partidən sonra durdum, üstündən 2 gün keçdi, 100.000 idi. Neçə dəfə gəlmiş listening parti? Listening partiya hardasa 80-70 nəfərə yaxın adam Okey. var idi. Okey, listening parti nədir? Sonra albomun promosu dayışı niyə getmədi? Bax, buna görə səni çağırmaq istədim. Albomun promosu mənə görə yetmədi. What niyə? Məndən TFC-in klipini istədilər. Ay sağ ol. Hə. O hansı mahnıydı TFC? O bir də zəng. ya mən o pis xoşuma gəldi. Loop. Yox. Şey, hop. Hop necə idi? Nə qədər? Saxlamağa bəsən mən ağırdıram. Ən birinci hansını paylaşmışdım? Allah, bol 11, paylaşmışsın 11, ya. 11. Yo, mən bir dənəsini paylaşmışdım, orada var. Vermirəm save ehtiyatım mənim. Yo, yo, o da orada- deyil, o idi. Yo, Demir radioda Hə, çevirirsən. oxudur da. Aa, bursunu oxuyorum. Oxuyorum sahasıydı. Həmin yuda başqa nə var ya? Yaxşı, niyə klip çəkmədin? Biz əslində əvvəldən danışmışdıq ki, belə deyim də, normalda məsələn mənim gördüyüm nədir? Labeldir da. Labelda hal-hazırda o momentdə Afiq də var idi, mən də var idim. Okey. Okey, indi mənə verdilər diqqəti. Və əvvəldən danışmışdıq ki, okey, bunlar çıxır falan filan. Yavaşdan siz o müddətdə Afiqin üstünə düşürsüz. Afiqin proyektləri biraz qabağa getsin. Çünki mənim tək qabağa getməyim çox mənasızdır. Okey. Yanımda kimsə də olmalıdır ki, deyək ki, label olaraq qabaqdayıq da, yəni üzdəyik. Aha. Heç nə, brat, Canın klip sağlığı. Canın sağlığı. Klip çıxdı. Afiq heç nə eləmədi. Afiqin çox da proyektləri Afiqin çox belə qeyri-produktiv vaxtlarına düşdü. Mən də bunu belə ümumi olaraq çox yaxşı yerlərdə deyildim. Danışan vaxtlarıydı. Hə, çox yaxşı yerlərdə deyildim. Mənə gəldi Teymur yığdı. Boranın yanındaydım Tarqovda. Teymur kim? Brat mənim menejerim Teymur. Mən Teymur. Təhməzov Teymur buradan salam. Təhməzov Teymur. Bəli. Şəhərdə tema salam. Teymur mənə yığdı, özdə şeyin qabağındaydım, Boranın qabağındaydım. Dedi bəs TFC-nin klipin oldu. Dedim brat Tarqovdakı. Hə, dedi bəs TFC-nin klipini nə edirik, nə oldu? Dedim brat çəkməyək də. Niyə? Dedim çəkmində. çəkməyək. Dedim çəkməyək. Çəkmində edirsən. Hə, çəkməyək. Çəkməyək, hə. Sən sonra özün baxarsan, elə bir diş həkimində edirsən. Yoxlayacam. Yoxlayacam. Heç nə bura. Dedim çəkməyə, dedim niyə? Dedim ki, məncə TFC-yi sənin beynində qurduğun kimi bir klip çəkilməməlidir. Çünki TFC-də deyib, bir daha baxmasın. O trekdə ona naxaq çəkməmisən, brat. Üzr Çox bomba trekdir. O trek Yox, klip brat. çəkilsə, istəyirəm. Instagramda paylaşırdıq, səssiz paylaşılır deyə. O TFC-idi. bilmirəm. Bura tema bilirsiz nədir? Klipin ideyası və büdcəsi o qədər Düz yaxşı gəlmir deyil də. də. Hə. Düz gəlmir də, heç saxo düz gəlmir axı. İdeya ilə. Qardaşım, ideyanı siz nə ideya fikirləşirsiniz? Bu trekin ideyası bir dənə ideya var idi. Split screen. Burada otel otağında bir dənə sənsən, burada otel otağında bir dənə qızdır. Telefonla bir-birinizlə danışırsınız. Okay. So, o boyda Mac Miller'la Ariana Grande yığışıblar. My favorite part trekini belə bir klip çəkiblər. Qutardı trek. Okey də, prosta Siz nə ümumiyyətlə Azərbaycan reperlər özü üçün özü Reper deyil. ümumiyyətlə də üzərinə çox böyük məsuliyyət götürürlər və bu məsuliyyəti ümumiyyətlə daşıya da bilmirlər. Bu reper deyir, axı reperi niyə deyirsən? eyni ideyanı sunmuşdum mən də. Aha. Sunmuşdum, yaxşıydı. Sunmuşdum görüşürsüz. Mənə yox dedilər. Dedilər ki, biz başqa cür istəyirik. Özün çəkdi. Özün çək deyil. Onda nə, komanda olmaz da yanında təcrübə. Kenny kimdir? Allah Kenny yox. Zumbaha. Bizim Kenny. Zumbaha. Zumbaha. Hə, yəni Zumbaha. mənə dedilər ki, brat biz başqa bir şey Zumbaha istəyirik, biz da. belə istəmirik. Mən də dedim ki, mən bunu belə görmürəm. Açığı. Çünki çox generik bir ideya idi. Sən necə otur kameranı qoy, otur qabağında, lip-sync Sinkron elə. Bir iki dənə ara kadr basaq geçsin taypında bir şeylər idi. Bildin Bəs necə? sən ideyava niyə paddeşk olan olmadı? Heç kim Məncə bütün büdcəni alboma partlatmışdıq. nə büdcə getmişdi ki alboma? Mixing, mastering, aranjman.
Yox. O Mix özümüz mastering aranjman özümüz eləməmişdi, onda Doğum eləmişdi. Pul vermişdiniz. Ha 100%. Aha. Bitləri də Şirvan yığmışdı, bir çox. Pul vermişdi sana da. 100%. Ha. Siz labeldə nə iş görürsünüz? Yeri rekord Biz olaraq yerlidə idik, brat. Bildiyin necə? Bir nöqtədən sonra Əli Mərdan gəldi. Dedi ki, brat, Doğumu açılır. Əlimlərdən billət. Əli. Hə, Burada Əli Mərdana da salam. Bəli. Heç nə, Əli Mərdan gəldi, dedi ki, bir dənə təzə label açılır. Büdcəsi bomba, rahatlığı bomba, zarçurt, belə temalar, dedim zor. Bir gün getdik prosta labela. Getdim oturdum. Orada bir dənə dostumuz var idi, adı Hüseyn idi. Hüseynə də salam buradan. Heç nə Hüseynlə oturdu. Prosta adlar çəkildi. Gəlsinə gəldi. Məşədi Salamlamağa asırar da gəlmişəm. salam göndərirəm buradan. Heç nə bura oturduq, söhbət elədik. Mən də orada dedim ki, Çıxanda gördüm ki 300 simlədir. Yo. 3 dənə bit satdı Şirvan mənə orada. Mənim sən nə satmır? Yerli rekordçu olaraq sən öz mix mastering eləyənin var studiyada. O moment yox idi. Bəs necə studiya nə kimi fəaliyyət? Ancaq kimsə Yox, zapsın götürür. mənim yox idi. Mənə vaxt yox idi yəni orada. Bilsən necə Afiqi qabağa verən vaxtlar idi. Yox, orada klientlər çox idi o moment. Bilsən necə Yəni araya biz də studiya işlətmişik. Yəni Bildim, klientə çox brat, olmalı. araya sıxışdıramayacaq qədər çox idi o moment Gücü klient. işdir. Yo, mən sən nə deyirəm? Gündüz bunu işi görsün, gecə də bunu işləsin. Yo, Brat, adam düz nə deyirsən. vaxt- Bir nəfər deyil. Bir nəfər Baba deyil. yaxşı bax, yaxşı bax. Problem yaxşı. sizin Kanta var, mentalitetinizdədir, qardaş. Bizim pokoleniya reperlər gecə saat 12-yə kimi klient qəbul edir. 12-dən sonra albom Yo, yazdırırlar. 12-yə qədər klient olanda şükür edirdilər ki, bu gün 12-yə qədər klient olub. Səhər 8-də çıxırdılar. Brat, biz Yo, də şükür edirik. Mən sən nə deyirəm? Sən bəli. düz deyirsən, mən sənin başa düşürəm nə deyirsən. Mənim maraqlıdır ki, bu yerli rekordslar, New Jersey sən orada verdiyin pul elə bura öz studiyaya versəydiniz, klient də götürməyə ehtiyac qalmazdı. Yox, belə bir dənə də tema var ki, məsələn də mən Yəni razı deyilsən də o səsləşsən. Razı idim. Prosta mənə daha yaxşısı lazım idi. Mənim istədiyimdə Şirvan mənə verə bilirdi o momentdə. Mən ona görə özüm plus da ki bitirənmədim, qoymadınız danışım. Hə, buyur. Mən getdim Hüseynlə danışdım, albomu göstərdim. Hüseyn bəyəndi albomu, dedi ki, "Gəl bunu bizlə işlə, bizdə büdcə var, o var, bu var." Mən dedim ki, "Brat, mən yerli ilə işləyirəm." Kamal Teymurla dedi, "Hə, Kamal Teymur dostumdur, mən onlarla danışaram." Getdilər, danışdılar, albom kollab olacaqdı. Yəni iki labelin ortağı olacaqdı. Albomun çıxmağına hardasa bir ay yarım qalmış. Domu prosta bağlandı. Belə. Necə bir şeydə deyirlər indi, Jale Plaza-da deyil. Elə yox, o momentdə o Domo bağlandı. Yəni dağıldı o tema. Ondan sonra Domo keçdi Əli Mərdangilə. Bəs əvvəllər kimdə idi? Hüseyn gilə idi bura. Siz çox qlobal götürürsüz hər şeyi. Label ora, label bura. Qardaşım, track buraxırsan da, siz prosta track buraxırsınız. Sizdə hələ o mən labelam, mən nə labelam. Ölkədə label yoxdur, brat. Hal-hazırda ölkədə label yoxdur. Sinaps vardı, o da indi yavaş-yavaş qayıdır, indi bilinmir necə qayıdacaqlar da. Yəni label yoxdur. Siz başladınız label-mı? Prosta track buraxmaq lazım idi. Tamam da bura, yəni mən istəyirdim ki, qəşəng buraxılsın da. O da Ay bura, yəni mənim istəklərimin bura nə? Yəni nə adiyyatı var? Mən belə söhbət istəyirəm. ondan getmir. Mən istəyirəm ki, mənim xoşuma gəlir bu trackdən. Mən qulaq asıram. Prosta mən baxıram ki, yəni yaxşı tracklər və problem orada bir də ancaq o problem o tracklər Azərbaycan üçün yazılmır. Okay. Onda siz niyə can atırsınız nəsə etməyə? Bəs Azərbaycan üçün yazılmırsa, Samir. Yəni bu insanlar niyə məni dinləyir? Neçə nəfər dinləyirsən Ay bura, qardaşım? yox, qulaq asırlar da qardaşım. Az qulaq asırlar da, çox az kütlədir bu. Bildim, brat, sən şeyin fərqinə Rioya qulaq asan az kütlədir. Efraimə böyük kütlə qasırlar. Ha, məntiqli danışaq indi. Efraim çıxıb o şeydən. Samir, məntiqli danışaq. Danış görüm. Azrapin nə qədər dinləyicisi qalıb? Baxır treka. Azrapin hal-hazırda dinləyicisi çox azdır. Söhbət musiqi olaraq, yəni rap kütləsinə baxan, çox az adam var da, açıq danışaq. Mən hal-hazırda ümumiyyətcə oturub track işləyəndə mən içimdən gələn şeyi yazıram. Çünki 2000 neçə idi? 2022 zad idi. Sən analizlər çəkirdin, true deyilsiz, beləsiz, eləsiz. Hə. Mən trueyam. Hal-hazırda mən trueyam. Mən true olmasam da, mən trackdə nə deyirəmsə, bir müddət sonra edirəm onu. Borca turudu da. Mən deyirəm, amma eləyəcəm. Sən bu trepdaşı elədin. Əhə. Azrapin onsuz az kütləsi var, dinləyici kütləsi və nəzərə almırsan ki, sən olan kütləyə fokuslanmalı deyilsən. Sən gələn kütləyə, təzə gələn kütləni tutmalısan uje.
Yəni mən arada metroda, nəm şəhərdə falan balaca uşaq gəlir, şəkil çəkdirir, mənə kayf verir o. Təzə nəsil dinləyir bura. Yəni böyüyən uşaqlar qulaq asır mənə. Neçə yaşda məsəl üçün Bırak, sən balaca uşaq? 7-ci, 8-ci sinif uşaqlar yaxınlaşır. 7-ci, 8-ci sinif sənin soundunu başa düşür səncə? Bırak, Ailə ola başa düşür. soundumu başa düşmək söhbət deyil. Bu adam bununla böyüyür hal-hazırda. Yəni başa düşür səncə? Yenə deyirəm, mənə dinləyən milyonlarla adam yoxdur. Albomu. Amma dinləyən çox balaca bir kütlə var və onlar bununla böyüyürsə, bu gələcəkdə daha yaxşı bir şey aparır. Yəni Orxan Zeynallıya bax, Orxan Zeynallının hal-hazırda partlatmağının səbəbi o vaxtı məktəbdə oxuyan uşaqlara xitab eləmək idi. Sənə xoşuma gəlir bir musiqiçi kimi. Nə? Musiqisi. Orxan Zeynallının yox. Yəni dinləmirəm bura. Fakt onunla da görsən böyüyürlər. görəsən. Onda bəlkə Yo, sən də elə yo, böyüyəndə o Ola bilər. Mən bəlkə Orxan Zeynallıdan, hə. Vivi səhv analogiyadır. Orxan Zeynalov vaxtı xosla Aha. yəni cəmaatın fikirlərini dəyişiblər. Sən cəmaatın fikirlərini dəyişmirsən. Brat, sən məktəbdə kimin fikrini dəyişir? Niyə Onlar söhbət dəyişiblər də. oldu? Ona görə Ay, brat, onları, ay, ona görə brat, Qaraqan hə. indi qayıdır. Süni intellektlə trek verir, milyon baxış yığır. Okay. Kim verə bilər süni intellektlə trek və milyon baxış yığa bilər ölkədə? Heç kəs. Çünki onlar o vaxtı cəmaatın fikrini dəyişiblər. Okay. Sənin musiqin cəmaatın fikrini hələ ki dəyişmir. Okay. Bax, ekspert cəmaatın fikrini dəyişir. Qatılıram. Ona görə ekspert indi 5 ildir trek buraxmasa, bir dənə trek buraxır, trek ən azı 200 min yığır. Eynisini pastor edib, cəmaatın fikrini dəyişib o vaxtı. İndi siz bəyənməmisiniz nə, amma o cəmaatın fikrini dəyişib. Pastora görə sizə indi qulaq asırlar. Siz bunu prosta danırsınız. İndi sizə nə demirəm, sizin kruqovuz. Bunu danır, amma pastora görə sizə qulaq asırlar. Necə ki, Xoseyə görə indi rapə qulaq asırlar ümumiyyətlə. Dərmana görə, nağılbaza görə. İndi pastora görə sizin tipli reperlərə qulaq asırlar. Efraima qulaq asırlar pastora görə. Çünki pastor o vaxtda o tilsimi sındırıb. Necə ki, Oka sındırıb, Expert sındırıb. Ona gedirəm, siz deyirsiniz sound, mount falan, okey, indi bu dəb deyilir. Dəbdir, hə, bu dəbdir və o sən dediyin pokoleniya arasında gedən bir dəbdir. Yəni o funkdur, monkdur, nəsə gizli şeylər eləyirlər. Prosta yəni bir günlük şeylərdir. Buraxırlar, nəsə TikTokda trend getdi, bir iki nəfər video çəkdi, bloger qutardı, getdi. Bax budur. Sən musiqi eləyirsənsə, mən baxıram ki, sən ciddi yanaşırsan. Sən ciddi yanaşmasan, sən burada oturmazdın. Yəni 1000 dənə school var, yəni biz seçib çağırmışıq bura. Sən ciddi yanaşırsansa, bu mentaliteti də nəzərə al da. Bax gör sən harda eləyirsən, nə üçün eləyirsən və kimlər üçün eləyirsən. O dediyin uşaq var ha. O uşaq indi belədir, çünki anası atası yanındadır, nə istəyir eləyir. Yes. O böyüyəndə bir iki dənə qurza girən kimi ayda qulaq asacaq. Qaraqana qulaq asacaq, sən qulaq asmayacaq. Çünki sən onun üçün fikir dəyişən mahnı yazmamısan. Brat, hələ ki. Hələ ki də mən deyirəm də. Hələ ki. Amma Ultima albom başlanğıc ola bilərdi, çünki əla mövzular eləmisən. Orada musiqi hər şeyi pozdu. Sən beatmaker kimdir o şey? Bunu tutsun buyurun. Ultimada deyəsən 7 ya 8 dənə bitmaker var idi. Biri Sapier idi. O indi Yiğitlə işləyir. Hə, prosta getdi də. Hə. O həmişə belə gedir. Biri Sapier idi. Sapierdən bitləri alırdıq. Ondan sonra biraz kontaktda keçdik, söhbət elədik. Sapier hal-hazırda Yiğitlə private jet arası gedir. Biri Lakan idi, əsgərlikdədir, Səməd. Salam. Hamıya bir salam göndərirəm də yenə. Sonra şey idi, Şirvan idi. Hər şey Mehdi keçəcək, idi. ancaq salamlar qalacaq. VVS qonaqçısın, salam. Yaxşı kantalar yazmısan, yaxşı bridgelər yazmısan. Bu elektron səslər nəyə lazımdır? Okey, brat, sən niyə mənim prosta musiqi eləməyimi bu qədər qınayırsan ya? Çünki mən səni bəyənirəm də. Okey, bax, izah edirəm, brat. Mənim brat, mən hər proyektdə, bax, ilk albomum idi da mənim. Mən hər şeyi ideal eləmiş ola bilməzdim. Mümkün deyildi bu. Demirəm ideal. Okey də, izah edirəm də, brat. Mən onsuz bu albomda, hal-hazırda işlədiyim albomun üstündə bunu eləyirəm. Bu albomda məsələn bridgelər yoxdur. Elə zad yoxdur. Yəni orada ancaq verse-lərdir, takka-tak sözlərdir. Və mən məsələn indi oturub bu Ultimaya qulaq asıram, deyirəm Ultima yarımçıq albomlardasan mənim üçün. Çünki mən artıq onun üstündən keçmişəm və daha yaxşı şeylər eləyirəm. Bu normaldır. Hə, bu normaldır. Sənin hal-hazırda irad bildirdiyin adam 1 il əvvəldə qalıb. Başa düşdün və hal-hazırda danışdığın adam o adam deyil. Sən gəlib məsələn trek açırsan, sən trek açırsan bura, trek açırsan, trek 1 il əvvəlki məni
izah edir. Yəni indikini yox. Sən o treki açsan da mən o momentdə onu niyə eləmişəm heç bilmirəm. Tears of UPC orada çox bomba pripev nəqarət nə idi? Nəqarət. Dönə telefona zəng, hardasan, necəsən, istəmirəm da. Bomba lirik mahnıdır da, belə özü kayfov lirik mahnıdır. Və orada prosta şey gəlir. Yaxşı bilir. Bir dəqiqəlik bura, bir dəqiqə prosta avtotune gedir. Harası uçurdu avtotune, sonra təzədən qayıdır mahnıya. Bax belə şeylər deyirəm mən. Və sizin New School-da da ümumiyyətlə problem bax budur. Siz kimin üçün musiqi etdiyinizi məncə başa düşmürsüz. Sən də mən anlada bilmirsən ki, mən başa düşürəm nə edirəm. Tamam, mən başa düşürəm axı nə edirəm. Brat. Mən sən burada normal dildə izah edirəm ki, mən normalda Azərbaycan musiqisini dinləməyən adamam. Mən Azərbaycan musiqisi ilə böyüməmişəm və mən o backgrounddan gəlmirəm. Mən 11-12 yaşımda Azərbaycan musiqisi ilə tanış olmuşam hardasa. Var idi indi O vaxta qədər hansı musiqi idi? şey var idi. Eyyub Yaqubov. Ya o heç də. Görsən, O o heç Aygün deyəndə o da- Kazımova, Eyyub Yaqubov onlar var idi, heç. onda da, Azərbaycan rap sferasından söhbət gedir. Yazma musiqi sən rap eləmirsən. Musiqi ilə onsuz çox limitli tanış idim. Brat Azərbaycan musiqisi ilə mən böyümüşdüm Linkin Parkla. Sən də rock sferasına daha yaxın idin. Elektronik rock. Mən 2012-də Skrillex-ə qulaq asırdım. Niyə rap edirsən onda? Kim deyir rap edir bro? Brat, Eləyirlər, rap eləyirlər də. Brat, bu adı rapdir, brat. Mən bir eşitməmişəm onca. Mən görəndən rap görməmişəm. yəni Danış bir dənə teoriya deyil. Linkin Park'dır, Queen'dir. Ondan sonra Beatles'dır. Mən gətirirdilər şey var idi. Plastinka. Ya. kaset, Neydi onlar? disk. Apple'ın podları var idi. Disk. Kevra Sonra götürsə. 2010-cu ildə doğulub. Kimində də. Disk zaten deyir. Onlar da Apple, Salam uşaqlar 15 yaşım var sənə dəyəm. Sən necə doğulmusan? 2000-əm mən. Hə, yaxşıdır brat. 26 yaşım. Abartdı nə biraz. 15 yaşım olur deyə 2010-da doğulsaydım. Ən gənc. İş düşür deyə burada oturmaq. Yaxşı da 10 yaşım olanda 2010-cu il idi də. Okey də, yəni nəticə olaraq brat Apple-ın şeylər var idi, playerləri balaca. Sən yadındadır Yusuf. Mən görməmişəm heç vaxt Allah. Mən çox kasıb böyümüşəm. Brat, mən də kasıb böyümüşəm. Mən Prosta görməmişəm. Qəşəng oğurluq eləyə bilirdi ya. Levi tapmışdım bir dənə. Onun içində də mahnılar var idi. Həmişə qoşurdum bir dənə nauşdiki. Özün Klasa. cəzanı Məktəbə hamısı. gəldim, brat. Belə də. Deyirəmir də rapdə hər dəfə deyirsən. Hansı treki? Flowlar rapdir də bura. Brat, Loop flow- treki rap deyil. Bowling treki rap deyil. Bildin mi? O tapdım. Bax. Bowling. Strike. Bowling. O. Okey. Bowling, hə. Bowling. Ən Bowling. pis mahnının adı. Bowling. Tapdım. O klip idi də 72 min Ha. deyəsən də. Ha. Bizə əzbər bilirəm. O pizdəsidir. Bax bir dənə Research-ını eləyib. doğrudan. Yo, bu yaxşı rap idi həqiqətən. O Bowling. İnanmırsan Bowling mənə? bəlkə də Bowling. rap olduğuna Utandırmayın görə bana. xoşuma gəldi. Bowling şeydə West Coast. Qalanı ya verəm səndə. Brat, Loop da trek. Tulla. Loop da rapdir. Ya, onun elə deyil Brat. 90% hamısı rapdir. Aa, brat. İndi belə- deyir də özünə ki mən rap zət eləmirəm. Belə bir şey deyəcəm bax. Yazıcanda ümumiyyətlə fikir vermişəm. Elə bir rap eləyən biraz zapadlar kimi gəlir. Elə bir şey. Olan vokalens ola bilər hə. Brat, zapadlı söhbəti deyil. Popdur, rapdir, rockdur. Ya adı yoxdur, amma rap deyil. Yox, brat, bax məncə rapper bir dənə paketdir. Yox, rapper başqa Sən şeydir. rappersənsə, sən müəyyən eləyə bildiyin şeylər olmalıdır və bunların Elədir hamısını ya. eləyə bilməlisən. Məsələn də nə bilim Dıxanyan çox yaxşı olmalıdır. Yəni akapella gedə bilməlisən. Hə, Hüseyn Bolcasan, atlet Bir də eləmək elə yox da, olsa. yəni verse oxuya bilməlisən də rahat harasa çıxanda. Canlı. Hə də canlı, başa düşdün? Yaxşı, düzgün yaz, rahat oxuyacaqsan Bildin da. də, indi. Öz Dıxanyeva uyğun İzah yazmaq edirəm, lazımdır izah da, bura. edirəm. Bax, söhbət odur ki, mən məsələn özümə rapper demirəm, çünki bəzi xüsusiyyətlər məndə yoxdur. Məsələn. Mənim səhnə duruşum yoxdur. Mən səhnədə özümü necə aparmalıyam, necə durmalıyam bilmirəm. Yəni sən belə oxuyanda amma bilirsən, Optunu deyirəm də, hə? indiki oxuduğun mahnıları amma səhnə duruşu bilirsən, nə etməlisən? Təxmini hə, amma mən səhnə adamı deyiləm də, mən biraz listening party tərəfə kayıram. Bildim, bəs bu şeyin məqsədi nədir bəs onda bu Nəyin? hamısının? Bütün hər şeyin bir yolu var da. Məsəl üçün mən bəlkə də podkast aparıram, istəyirəm ki, bir pizdes aparıcı kimi olum, ya nəyəsə gedim. Sən də bunu deyirsən ki, nə bilim konsertlər, bunu gəlir mənbəyinə çevirəsən ki, başqa problemlərin olmasın. Okey, indi ora gəlirəm. Gəlsən biraz. Çatamıram. Görmürəm səni. Bir də saçın o sarı Brat. görsən bilərəm ki, gəlsən. Brat, bunların hamısını niyə edirəm? Yəni mən ümumiyyətcə özüm
Necə? Bizim köynə kurğu deyir deyə biz oturmuşduq, bazarı analiz elədik, belə elədik falan. Özün də Mən görürsən, bazarı- şey necə Mən mən bazarı analiz eləməmişəm. Mən oturmuşam, prosta baxmışam ki, hamı nə edir. Və hamı çox eyni generik bir dənə yolla gedir. Hamı eyni şey eləməyə Qayıdırsan yenə də çalışır. köynə kuruğun dediyi şeyə. Yox, yox. Mən prosta baxdım dedim ki, mən necə edə bilərəm ki, bu mənim öz bir şeyim olsun. Fərqli olsun. Fərqli də yox, öz bir şeyim olsun. Nəsə eləyəndə Səndən bilim ki, qabaq Azər bunu hidayət eləmişdi də, hidayət Nə tanıyırsan da, eyni staylla. nəyi? O sən o oxuduğun stayl var. Məsələn, Yox, Bol style Enzar demirəm. Mən var. style demirəm. Hidayət Məsələn, Hamsi. Hid.va var. idi. şey demirsən, brat, məsələn də sən bunları eləyərək hara getmək istəyirsən? Mən ona getmək istəyirəm ki, insanlar görsün ki, içi qarışıq bizim pokoleniya, bizdən sonrakı pokoleniya da görsün ki, hə, mən bir dənə treklə partlatdım, sonra getdim 35 dənə konsertə çıxdım. Belə eləməsən də olar və daha yaxşı yolları var. Çünki okey, bunu paster elədi. Tamam. Düz elədi, zor elədi. Vso, adam Nə elədi, konsertləri başa verdi. Adam Yəni bir adam dənə albom trek yazıb buraxdı. getdi, bir Yox, şey adam albom Hə. buraxdı. Albomdan sonra getdi konsertlər elədi. Sonra bir dənə də albom verdi. Battle-a çıxmışdı, o heç də onu qırağa qoyuram. Battle-a çıxdı, nə bilim, ikinci albomu buraxdı, 2 dənə qəşəng albom verdi, konsertlərini verdi, çəkildi qırağa, hal-hazırda reklamları işləyir, düz demirəm. Okey, bu posterin yoludur. Sən yolun hansıdır onu demək. Mənim yolum başqadır, brat. Hə, onu Mən demək onu istəyirəm. yol üstü çözürəm hələ ki, bilsən necə tam bilmirəm mən axırda harda olacam. konum yoxdur da hara gedəcəm. Konum olacaq, yoxdur. konum Amma olacaq. yoxdur Amma hələ. hələ ki yoxdur. Çünki niyə? Avtostopdan çıxırsan da elə bir şey də belə deyək. Bilsən necə? Şeydən də elə bir təzə zapravkadan çıxıram. Hələ bilmirəm hara gəl, Waze vurmamışam. Amma polnu bak vurmusan. Hə, polnu bak vurmuşam hə. Ona. Yəni elə bir şeydir. İstədiyim odur ki, insanlar dinləyəndə nəsə hiss eləsin. Prosta trek dinlədim yox da, nəsə hiss eləsin. Bəs açana qədər bir moment sənə məsəl üçün O deyirəm. bir də. momentdə onun qərar verəcəm də o şey. Yox, Hələ ki o moment. sən deyil, bilirsən brat. ki o moment gələcək. Bilirəm hə. Və yenə deyəcəklər ki, brat, yenə deyəcəklər ki, mən yaxşı tərəfdən də Qaraqan mövzusuna qayıdıram da. Mən çoxdan da mən danışmıram, amma vaxt son vaxtlar bu sualı verir Qaraqan haqqında. Mən də danışmıram bu mövzunu. Amma mən də elə fikirləşirdim ki, Qaraqan qaydanda heç nə alınmayacaq. Ki kütlə dəyişdi. Mən elə fikir. Qulaq. Okey. Ki kütlə dəyişdi. Nə bilim, sinaps uşaqları elə dedilər ki, kütlə biraz başqa cür oldu Azərbaycanda. Sonra Efraim qoşuldu, elə siz də var idiniz ortalıqda falan. Hə, Qaraqan qayıtdı, hamını aldı əlinə. Okey. Hamını aldı əlinə, brat. Yəni sən dediyin nə? Deyirsən ki, 10 ildən sonra dinləyəcəklər. Ala. 10 ildən də Qaraqandan dinləyəcəklər. 15 Bura ildən də, dinləsin. 30 ildən. Yox, sənə yox. Sənə yox, çünki sən Qaraqan Aha. bütün reperlərlə eyni tərəzidədir. Və o tərəzidə olduğu vaxta qədər o həmişə qabaqda olacaq. Çünki kütlə Ya- bunu istəyir. Bildim. Kütlə istəsin, başa düşdüm. Kütlə nə istəyir? Kütlə sən necə? Kütlə nəyin var olduğunu bilmir. Kütlə bir dənə şeyi bilir. Kütlə ona görə bunu istəməyə məcburdur. Mən sənə deyirəm axı, verdilər də başqa produkt verdilər axı. Nə verdilər, bra? Sinaps verdi başqa produktda. A bildim, bra. Eyni şeydir də, proyekt veriblər də. Nə Qaraqan proyekti? kimi trek veriblər də, Yox, albom veriblər. yox, Sinaps başqa şey verib. Nə verib? Sinaps tusovka verib, Aha. Luna tusovkaları verib. Sinaps cərayən verib ki, belə eləyək, rapi belə eləmək lazımdır. Hardasa düz idilər, hardasa səhv idilər, o başqa məsələdir. Amma fakt verdilər və bu illər ərzində Qaraqan gəlməmişdən qabaq deyirəm də. Bu illər ərzində Sinaps yəni nə buraxırdı partladırdı da. Yes. Nə buraxırdı alınırdı da. Qaraqan qayıtdı vəsə. Tamam. Hər şey qurtardı. Çünki mən o gedirəm də, mən nəyə gətirəm sözü? Çünki kütlə bunu istəyir. Bu, yəni hər elədiyin treka sən hardasa millilik qatmalısan. Musiqidə yox, şeydə yox, liriksdə yox, atmosferdə. Ki bir Azərbaycanlı desin ki, bax Vivi mənim haqqımda oxuyur. Zordur. Bin albomu niyə görə partlatdı? Çünki insanlar xitab Çünki- eləyirdi. Çünki insanlar haqqında oxuyurdu Bastır. Kirkinin liriksləri ümumiyyətlə yox idi, çox zəif idi. Çox zəif. Orada musiqiyə qatıldılar, musiqi, liriks unutdular. Ona görə Kirkin o qədər partlada bilmədi. Halbuki Kirkin musiqi baxımından, production baxımından bəlkə də Azərbaycan tarixində ən güclü albomdur. Yes. Amma söz yoxdur. Biz söz sevirik, bir də atmosfer sevirik. Sən əgər mənə nəsə vermək istəyirsənsə, mənim fikrimi dəyişmək istəyirsənsə, sən onu elə ki, mən deyim ki, oy bu nə düz deyir. Sən hal-hazırda deyirsən ki, sən nəsə edirsənsə, bu belə olmalıdır, o elə olmalıdır. Mən də deyirəm, olmalı deyil də, brat, fərqli ola bilər. Yəni sən deyirsən ki, Qaraqan
gəldi Reski təzədən milyonları yoxdur. Okey də zor. Qaraqanı təbrik eləyib, bura zordur. Mən də mədrəsəyə falan qoşuldum. Baxdım. Yo, bitirim brat. Yəni okey, zor, hər şeyə qatılıram. Prosta brat bu mənim yolum deyil. Sən bunun insanları mən bilsən necə? Deyirsən ki, bu var, bununla elə. Mən də deyirəm ki, istəmirəm bunu eləməyi. Ulan bir 50-60 min versələr baxma çıxarsan. Yo. Heç yəni Mən niyə deyil axı bura? bax şey də yəni pul yaza bilmərsən səncə elə bir Yo, şey. yaza bilərəm. Prosta şey, yəni çıxmaq istəmirəm axı. İstəmirəm, batım mən niyə deyil. Bir də pul yəni elə bir summa olsa. Ya 60.000. Yox da bax yox desəm çox açıq danışaq. Hə də bəs ona görə də deyirəm ki, demə də. Niyə elə görsən sən qardaşım? Bildim, Qəşəng bildim. yaraşıqlı Ya, olmazsan. bax məsələn də belə bir şey deyəcəm. Mən özümü battle-da görmürəm. Mən də bilirəm ya onu. Mən də məsələn özümü Bildim. görmürəm. Bax mən məsələn hal-hazırda aylıq qazancımı çıxardıram. Ola bilsin yaxında biraz daha çoxunu da çıxartdım. Ola bilsin mən o 50-60 min təklifi gələndə mənim o 50-60 minə ehtiyacım olmasın. Ola bilər ki, olsun, o vəziyyətdən asılıdır. Hal-hazırda məsələn gəlib desələr, deyirəm yox da, yəni pis yaşamıram, çox yaxşı yaşamıram, amma pis yaşamıram, normal yaşayıram. iPod-la böyümüsən də burada normal. Yəni də Demirsən iPod-la böyüməmişəm, əkmişəm. Yəni ki, onu deyirəm ki, pulun fərqi yoxdur da. Yəni bax indi məsəl üçün 50-60 minə ehtiyacın məncə olar. Olmamış olmaz. İndiki halda bir dənə sponsor çıxdı ki, qardaş mən baxdım sənə podkastda, orada bir VVS var, dedi ki, mən 50-60 minə çıxmıram. Mailstro kimi də. Hə. Atıram kartı 50-60 min, çıxardıram sənə 21 reyvlə. Sən dediyin ssenari 21 reyvlə. Sən dediyin ssenari düzdürsə, Hə. elə bir şey olsa, anında hə deyərəm çünki maşın almaq istəyirəm. Plus 21 reyvdə problem deyil. Deyim maşın olmaq istəyirəm. Sən uje 2 dənə maşın olmalı idi. Maşın Amma arzusu var studiya da. qurmaq istəyirəm. Studiya Mənim studiyam var yerli var da. da. Evdə bir dənə İstədiyim klip çəkmək istəyirəm. Studiya var, prosta bu klientlərdən buna vaxt yoxdur. Studiya da var. studiya Mənim evdə öz setupımda var, kolonkası ilə, mikrofonla falan. Mən Satırsan. proyektlərimi evdə işləyirəm, yox. Yox, o söhbət deyil, o upgrade eləməkdir. Yox, təzə almışam onları. Yəni hal-hazırda upgrade ehtiyacım yoxdur. Növbəti 5 ildə də olmayacaq upgrade ehtiyacım. Yəni çox stabil bir dənə setupım var. Dəmirin yaxşıdır. təmirin Mənim işləyir. elədiyim işlər üçün çox yaxşıdır. Bəs maşından sonra da nə ikinci arzu? Maşından sonra Bir dənə mikrofona da yaxınlaşsan. Maşından sonra. maşından sonra Deyək böyük, ki, Batından maşını aldıq. böyük ehtimal bir dənə də ev istəyərəm. Yox, Şəhərdə. olmadı. Gərək 60 onda- min ev gərək alacaq. onda 60 min musiqini istəmirəm də. dəyişəsən. Yəni 60 min sadəcə ilk gün ödənişsin köməkdir də. Açıq Gərək dərsə. uje musiqi dəyişəsən də onda. Başqa bir şey eləmək istəyəndə də eləyəmirsən onu. Qalırsan. İlişirsən orada qalırsan da. İllər keçəcək var ha, bu qədər uje bezəcəksən ki, mən heç kim başa düşmür, mən uje da zayıbat oldum. Ondan sonra milli oxuyanda bir dənə belə story atacaq ki, ay qurban. Yadından sən orada deyirdin ki, yox uşaqlar, mən axı istəyirəm özü bildiyim olsun. Kolonkaya polnu bak vurmuşam da. Bak vurmuşam, çıxıram yola zada. Ona görə deyirəm ki, həmişə birinci növbədə musiqi yox, özü də düşünməlisən, brat. Yəni musiqi okey, vecni var. Prosta birazdan ac qalacaqsan. Mən musiqidən yemək yemirəm, brat. Musiqidən da ac qalmayacağam. Yox, da. baxın demək odur ki, Bilirəm, Musiqidən ac qalacaqsan. qalacaqsan, musiqiyə ac Yox, qalacaqsan. bildim, musiqiyə az brat, belə bir şey deyim də. Yerci məsələn mən Yeri albomu bazlıq elə bir. Yerci məsələn gəlib albomu mənlə işləmək istəyəndə mən prosta albomu işləyirdim. Mən planım o idi. Qol Albomu gəldi də. Şotum vardı. Boş yer. heç nə mən prosta albomu yazırdım. Mən prosta albomu droplayacaqdım, gedəcəkdi yəni. Mənim üçün bilirsən necə? Mənim üçün musiqi eləmək və bunu paylaşmaq yetərlidir. Yəni şəxsi olaraq şey demirəm, bu düzdür və yaxud da bu səhvdir, bunu demirəm. Mən şəxsi olaraq musiqini elədim, mənim üçün dinləyə biləcəyim yerdədir. Mən bunu paylaşıram, vəsə. Mənim işim burada qurtardı. Ambisiyan yoxsa yəni. Ambisiyam var, amma mənim ambisiyam hal-hazırdakı şərtlər altında qeyri-realistikdir. Məsələn, Salukin tanıyırsan da. Mən istəyirəm bir gün Saluki ilə studiyada oturmaq, amma bunu eləyənmərəm də hazırda başa düşdüm. Yox, bildim, brat. Saluki ilə studiyada oturum. Ambisiya bilsən nədir, brat? Saluki kimdir? Saluki kimdir? Ay, Ay, sən brat, Saluki yaxşı kimdir? da, yaxşı Saluki da. skriptənin soundunu fırladan oğlandır. Kimdir Saluki? Saluki Dead Dynasty-nin Allah əvvəlki qardaş, prodüseri, yaxşı da. hal-hazırda Pidisatva-da. Normal. Saluki, yəni o ambition deyil.
Saluki sənin kimi reperdir. Prosta vallah o Azərbaycanda olsa o heç kəsə lazım olmayan bir reper olacaq. Tamam. Prosta Rusiyadadır. Tamam Sən də da. Rusiyada olsan, Tamam, sən o səviyyəsində Rusiyada, o olacaqsan. Rusiyada lazım oldu. Mən Kim Azər yaxşı reperi, kim yaxşı rep deyir? Hə. Basta yoxsa ekspert? məncə Rep. rap, Sırf rep. bast. Basta. Ekspertdən yaxşı rep deyir. Hə, şey olaraq, lyrics olaraq. Конечно, Hə, все, onda ekspert. Məncə brat. Вообще yox, şeysiz. Nagano, Lirik olaraq. Lyrics bra. olaraq, Nagano, brat. Allah brat. qardaşım, fit, Basta даже hələ də şey, kvadrat qafiyə eləyir. heç Məzəlsən Nagano da yox, sən. даже o biz Nintendo Allah zad, yox. Nintendo qardaşım. Okey. Ты знаешь, как я Yox, люблю yox, Şəhriyarı, я но знаю. Basta, это... Qardaşım, Basta hələ də kvadratni qafiyə eləyir. Mən də başım Basta naruska. Bak, hələ də sevirəm. deyəndə ki, yəni Şəhriyarın da elə bir albom var idi, Papacı alan albomlar ki, onlar da heç O çıxardı. demodur bura. Başa düşdüm O də, bura demodur. da, yəni də O deyirəm seriozun sənə. treklərdir. O hamısı demo. Bastan da deyirəm, seriozla treklərlə istirahət eləsə düz gəlməz. Brat Bastan bir dənə treki məncə Şəhriyarın 2 də Sansarı, sətrinə bərabərdir də. Sansarı. Brat Hansı treki? ümumiyyətlə yəni Bastan treklərini götürəndə, yəni ekspertin 2 cümlədə verdiyi mənanı Basta bir trekdə verir. Bro, məna olaraq, brat, məna olaraq elədir. Sound olaraq, onlara flan, görə padaça, qoyarsan. ora, bura, şansonla qarışıqları, sat, okeydir. Basta proyekt olaraq daha zor alındı. Prosta rap, sırf rap, mən də ona gətirəm də. Bizim bəzi rapperlərimiz var ki, sadəcə coğrafiyaya qədərdir söhbəti, türklər deyirlər. Yəni. Bax, o söhbətdir. Sən deyirsən, heç mən Saluki ilə oturum studiyada. Bu çox cılız bir ambisiyadır. Brat niyə? Yəni Brat, xoşuma Saluki gələn kimdir? ay brat, Saluki kim olur olsun, mənim üçün çox yaxşı bir Skriptonit prodüserdir. Patron bu istəyim. Bu Saluki yoxdur da Brat, qardaşım. mən Salukin dinləyirəm, mən Salukin sevirəm. Mən Friendly Tag dinləyirəm. Mən Ma Nə Friendly bilim, Tag mən- okey. Brat, yenə də Friendly Tag sadəcə fenomendir. Brat, okey. Friendly Tag, inansan Brat, sən qulaq asmısan Friendly Tag-a. Bu oğlan və bu reper mən çox sevirəm onu, çünki çox samobutnidir. Yəni Friendly Tag Friendly Tag-dadır. 52 tusovka var Peterdən. Onlar yəni şeydir. Onlar 52 zardı ya. Hə, 25 trend 52 tusovka. orada bomba da şey var. Dedi ki, mən kebab bişirəm Azərbaycanlıyam. Belə bir şeylər punchlardan istifadə edir. Amma onun məsələn 50 dənə sətri var. 50 sətirdən 5-i çox bigdir. Qanlı bir sənədir. Bax məsələn mən danışıram bu mikrofondur. İso, va qutardı. Prosta onun səsi, planı, zat çox belə maraqlıdır. Darxıtlı İnsanlar istəyir buna qulaq assın, amma o level deyil. Okey. Onun patoloqu bir sənə nə vaxtdır? O nə bilim növbəti kitaba qədərdir. Brat, tamam, bax. Sənə məntiqli şəkildə izah edeyim. Mən realist adamam. Mən çata biləcəyim bir nöqtələri hədəf qoyuram hələ ki. Mən o nöqtəyə çatandan sonra bir sonrakı hədəfi qoyaram. Mənim hal-hazırda çata biləcəyim ya Türkiyədir, oradan kimlənsə işləmək, ya da Rusiyadır. Türkiyələ işləmək istəmirəm çünki çox generik gəlir mənə. Niyə bana pisdir? Ya Baneva heç də. Əjdahadır bana. Baneva burdan ürəkdir. Baxır bana bizə. O dəfə mənə yazmışdı. Desənə. Ha. Ay blə, Baneva nə olar fitil. Necə inanmıyorsan? Yedim də sıralı. Aha. Banevanı mən bu arada çox sevirəm. Bana vəcdə. Qeyri-idealistik şəkildə desək, mənim çatmaq istədiyim yer, brat. Aysa. Yəni sən necə Kanye ilə musiqi haqqında bir informasiya bölüşüb, Kanye-nin məni ciddiyə alması da olar. Başa düşdün? Bu da yenə o deyil. Brat, bu odur. Bax. Brat, Bu bir sənə demək Hə. deyil. Bax sən bizdən soruşsan, Channel Aha. podkastının məqsədi nədir? tamam. Kanye West bizə qonaq gəlsin. Okey. Nə dəyişəcək Channel podkastda? Maçda artacaq. Vəsə, sonra. Ondan sonra Channel podkastı Sən Sən- heç Kanye West epin baxışını vuramayacaq. Azərbaycanda. Rızan demirəm, ha başa düşdün. Mən də vuramayacağam, hə. Bizim Sən Cavid devam Nüskulun az olmağını qırağa qoy. Brat, hamı niyə mənlə bombası yoxdur deyə qışqırır. Kim qışqırır? eşitsinlər də, yoxsa qışqırırlar da, bura kimsə. Brat, mən niyə qışqırmıram? Kim deyir, bro? Ay, brat, mən mən- saytığıma mən- mən var idi o adam. 21 vaxtı siz qışqırırdınız da, yaxşı. Mən da. qışqırmırdım, Yaxşı, bra. Sən adından kim qışqırırdı? Mən həmişə obyektiv olmuşam özümə qarşı və ətrafıma qarşı. Özlərinə də demişdim ki, brat, bu biraz ekstra deyə bəlkə eləməyək. Dedilər, brat, belədir, belə düzdür, dedim, okey də gedin eləyin. Gəl indi gərək əsas məsələyə də. Sən səhərdən də bütün Azrepin New School-unu mənim Simanla paslayırsan. Yox. Bax, brat, Mən kiməm? Mən heç Brat, kiməm? onda mənə izah elə də, yaxşı New School-lar sənə görə kimlərdir? Məni çıxdıq, nə
bizim Ram o Raid. tayfanı çıxdı. Ram Ram Raid Raid'in neçə yaşı var, brat? Bir dənə sual Nə verin. demək? Yo, Yox, maraqlıdır, bilmirəm ona görə. Yox, səndən plus minus yerin yaşda deyirsən. Məsələn mi? Ha. Qocayam mən. Yox, Ram Raid bu trekləri azdır da bura. Zezi. Okey. Yox, Hip Life. Mənim Hip Life xoşuma gəlir. Trekləri hələ də zəifdir, amma istedad baxımından, Bloody. yazma baxımından. Okey. Ha, Bloody pis deyil. Okey. Bloody-də nəyi bəyənmədin, brat? Birinci proyekti paylaşdı Muti ilə olanda. Zor. İkinci proyekti də zor idi. Yox, bəyənmədim. Yox, o deyir ki, mən az rep çevirəcəm zaten. Yo, o söhbəti уже buraxdıq bir də bir qıraqda. Qayıtdıq təzədən Newschool söhbətinə. Yəni deyən yoxdur da, elə deyən Ay, olsa yox. mən olar bir şillə qoyaram az. Yoxdur, bir daha bura. Balaca nəsə Azrepin dədisi. Yox, Şey, şapalaqlayır. Yox, elə deyən yoxdur da. Yəni çünki özləri də bilirlər ki, deməklə nə olur ki. 100% də mən də onu deyirəm ki, brat ağzını açıb nəsə deməklə heç nə olmur da. Göstər deyək hə belə. Yox, Bloody yoxdur. qayıtdım, Bloody nədən danışırsan? Bloody məsələn birinci Muti ilə çıxan proyektdə qəşəng idi. İkinci bir dənə freestyle paylaşmışdı. Nəsə freestyle Ha. paylaşmışdı. O qəşəng idi. Yox, qəşəng deyil. Yox qəşəng idi. İngilis dilində verse biraz daha yaxşı olacaq məncə gələcəkdə. Neçə yaş var Bloody? Bu ərəb şəkilçilərindən danışırıq. Olacaq, gələcək. Hə, mən bugündən danışıram. Bu gündən danışıram. Mən Bloody-nin axırıncı proyektimi məsələn bəyənmədim. Aran necədir Bloody ilə başa? Zor. Özünə ya deyirsən ki, bu proyekti bəyənmirəm zad, yoxsa belə ancaq Belə 7-24 danışdığım bir adam deyil. Prosta eventdən eventə görüşürük, söhbət edirik, biraz söhbət gah olur da, yüngül amma var. deyirəm də üzbəz yanında demirsən ki, sənin o proyektiniz xoşuma düşən bombadır, bura düşdü. Yo, mən məsələn meydana gələ bilmədim. Meydana gələndə bir Bloody ilə görüşəcəydim, şey Ona görə deyəcəydim. gəlmədi. Yo, ona görə mən başqa işlərim var da, Ha, elə yox, onu sən düşün Bloody ilə görmədim. görüşəcəydin, deyən gəlmədim, elə Qorxurdum, yüz-üzə gəlmək istəmirdim. Yox, deyirəm sən qorxaq şəkildə. 100%. Brat, keçnə, mən əslində Bloody ilə söhbət eləmək istirdim həm də həmin gün. Axırıncı proyektlər niyə belə pisdir? Yo, ümumiyyətcə nə oldu? Nə baş verdi? Səncə Muti ilə fit elədin də sən. Riski Bloody qayıb ki, sənin elə öz axırıncı trekində o deyil. Okey. Sən nə oldu? Yo, Sən nə okey. cavab verərdin? Mən deyirəm ki, brat, yəqin bu aralar onsuz ruh halım yerində deyil. Eyni şeyi də ola o bilərdi. deyəcəkdi sənə. Heç nə. Ra- brat ya. Gördün cavabı heç Bloody olmadan da Yo, yo, tapmaq yo. olar. Gərək meydana gələrdi. Gələrdin sən meydana. Ya tema bir sənə nədir? Məsələn də bax, Bloody-nin ingilis dilində aksenti biraz axsıyır. Bunu ingilis hiss dilində olunur. neçədən yazmışdın ingilis dilində? İngilis dilinə Ha, mən 25, həmişə 25. 5 almışam. Ya şeydə Harda? institut imtahanında. İnstitut imtahanında brat yadımda deyil. 25 idi sonrası. Trend. Yox, 20 sən universitet oxumamısan, ha? Universitet oxumuşam brat. Prosta Türkiyədə oxumuşam və axırıncı dəfə imtahanı 2018-də vermişəm. Üstündən 7 il keçib 7 il əvvəl nə baş verdiyini məndən soruşsan. Soruş ki, mən nə yazmışam? Nə yazmışdın? 2011-də Nə? 23, 23 ingilis dilində. Hə. Ha, sən ingilis Rus dili. yazırsan. Rus dilindən neçə? 24. Evet, coğrafiya 25. Nədir? Coğrafiyada sıçdım. Sanki coğrafiya müəllimisən. Necə olur? Necə bəs coğrafiya müəllimi oxumusan coğrafiyanı sıçasan? Coğrafiyanın girdiyi bir imtahana Ha. 3 dəqiqə yazdım coğrafiyanı. Sürüşdürdün, Valla ha? bu nədir Allah? Sürüşdürdün. Hələ hamı ətrafda kömək elədim. Hamı sıçdı. Həmin günü bir dənə coğrafiya düz yazan olmamışdı da. Samit orada Ay, necə oldu ki? bilə. nə? 25 düz yazdım. 20'si səhv 20'si ya 18 səhv çıxdı. Bildim bura. mən necə oldu ki? Bilmirəm brat. Bilmirəm. Bu riyaziyyatı 20 yazdım. İngilis dili 23 yazdım. Rus dilini- Sürüşmüşdü yoxsa doğrudan belə bilə-bilə səhv yazmısan Bu məsələn? bu Elə bir Azərbaycan paytaxtı Bakı ola deyirsən Sumqayıt belə olur. nə bilim brat. Nəsə oldu orada. Bir Ha, dənə hava da pis coğrafiya oldu, müəllimi brat. özdə. Kim? Coğrafiya Sami? müəllimi coğrafiyadan 3 dənə düz yazdı. Harda müəllimlik eləyirsən sən? Heç yerdə brat. Acaq YouTube'da. Yaxşıdır brat, yaxşıdır. O vaxtı onlar yadındadır sən krujok idi. Məktəbdə səhv eləsək deyəcəkdim Mən də uşaq belə mora topaz yazırdım deyən, hamıdan birinci yazıb çıxmışdım da yumrulamağa zor yumruluyordum deyən. Mən coğrafiya bomba bilirəm brat. Bilirəm brat. Prosta niyəsə imtahanda belə alınmadı da, hə, alınmadı. Nəsə oldu orada, bilmirəm. Ən maraqlısı oldu ki, 3 dəqiqəyə yazdım mən onu. 3 dəqiqə. Rovno. Ən problemi də oydu da. Bəlkə də, hə, bəlkə də, hə. Bəlkə nəsə düzgün oxumamışdım orada. Ola bilər hər şey. Biz niyə bura gəldik? Ha, Ha, imtahandan imtahandan. aksenti xoşuma gəlmədi. Hə, Bloody məsələn ingilis dilində aksentin biraz bəyənmədim. Hə, mən də bəyənmirəm. Hə. Məncə daha yaxşı ola bilər. Ana Bununla dilində bağlı ona orada söhbət iki dənə eləyəcəkdim. bir- Eləməsin Birinci prosta. qoymayım. Yox, niyə daha yaxşı olsun? Eləməsin. Niyə olmasın brat? Bu onun sabahsı gün gələcək olaraq öz şəxsi həyatına da xeyri var.
Nə ingilis dilini yaxşı bilmək. Ya, ingilis dilini ümumiyyətlə rahat bir insanla ünsiyyət qura biləcək və qarşındakı insanı səni başa düşəcəyi formada bilmək. Onu bildim. Yəni nə xüsusi var? Yəni Bunun rapdə musiqiyə də xeyri eləməsi. var, real həyata da xeyri var. Murat sən niyə belə dirəmirsən? Azərbaycan dilində olsun hər şey. Mən öz formamda qabağa getmək istəyirəm. Mən niyə imенно bu kvadrat çərçivənin içində olmalıyam, Samir? Hansı çərçivə? Sən deyirsən ki, bu belə olmalıdır, bu belə olmalıdır. Bu çərçivə Sən indi niyə çərçivədəsən, bro. deyiləm? Sən çıxa bilmirsən. Sən öz yaratdığın Aha. çərçivədəsən sən. Hə, mən öz yaratdığım Fərqi çərçivədəyəm. nədir? Sənin dediyin çərçivə fərqli şeydir. Mən niyə onunla qıraqda öz çərçivəm olmaz? Sən deyirsən ki, hamı o çərçivədə olmalıdır. Mən deyirəm ki, Murat, mənim öz çərçivəm var. Mən Sən beləyəm. öz çərçivəndə bilmirsən də məqsədin harada. Harada? Götür. Amma həmişəlik verənmərəm də özür belə. Çünki elə adamdan hədiyyədir ki, onu versəm elə ondansa gələ ürəyimi ağzımdan çıxart. Epidemiş ya. Riski gördüm və xoşuma gəldi. Ümumiyyətlə şəkillərdir, Khorasandır, şeydir. Mənə məxsus olan şeyləri heç vaxt evin tək uşağıyam deyən həmişə hər şey mənim olmalıdır. Bu da mənim həyat. Bu da mənim çərçivəmdir. Bəs sən deyirəm ki, sən öz çərçivəndə olayıb, mən onu dəstəkləyirəm. Çünki mən özüm də hansısa bütün qıraq çərçivələrdən çəkib öz çərçivəmə çəkildim. Fakt yəni mən də reper kimi başladım. Sonra dedim ki, yaxud da bu çərçivə məni idi. Mən keçdim aparıcılıq, komediya, indi kim nə deyir desin də. Bu səndə yaxşı olmuş. Ay sağ ol. Çünki mənim məqsədim var idi. Mən bilirdim ki, mənim bu çərçivəmdə mən bu podkast eləyəcəm, burada bunu eləyəcəm, burada bunu eləyəcəm. Səndən bayaq ona görə soruşuram. Sən o yolu bilmirsən hara gedirsən. Murat, o yolu görmürsən, bilmirsən söhbətdir. Belə fikirləş. Görmürsən çaşdım da bilmirsən. Okay, bilmirəm deyək. Murat, mən maraqlıdır da. Sən fərqlisən, mən xoşlayıram fərqli. Bir dənə individual bir insan düşün, prosta bir dənə qıraqda. Mən düşündüm, aha. O insanın eləyə bildiyi, çox yaxşı eləyə bildiyi bir dənə skili var. Bəli var. Sənin də var o skillin, mən də bilirəm. Sadəcə üçüncü perspektivdən bunu izah edirəm. Sən çox yaxşı musiqi eləyirsən. Sənin ölkəndə musiqi çox inkişaf eləmir. Və sən buna müəyyən formada qatqıda bulunmaq istəyirsən. Və ürəyin istəyən musiqi nə edirsən? Hansını ki, özün dinləyirsən və özün də dinləmək istəyirsən həm də. Aysa. Sən bunu eləyirsən, görürsən ki, aha mən bunu eləyə, paylaşırsan, görürsən insanlar da dinləyir də. Bu da sənə daha çox motivasiya verir ki, mən tək deyirəm, mən qulaqsam var, eyni fikirdə. Nəticə olaraq nə olur? Sən müəyyən insanların beynində bir formalaşırsan. Və özündə başa düşürsən ki, səni dinləyən insanlar hansı formada insanlardır. Görürsən, periodik. Görürsən də, ümumiyyətlə elədiyin musiqidən hardasa tuta bilirsən də bu insanlar necə. Yazan adam da, yəni sənə başa düşən adamdır. Murat, musiqidir, mən bunu eləyə bilirəm. Yaxşı eləyirəmmi? Hə, tam bişmişəm, yox. Daha yaxşı eləyə biləcəyim yerlər var 100% və çoxdur. İnkişaf eləməli olduğum nöqtələr həddən artıq çoxdur. Bunun içi qarışıq qafiyə, içi qarışıq sounddan da yaxşı deyirəm, sizə elə gəlir, Murat, ancaq sounda fokuslanmışam. Elə bir şey var ki, deyirlər ki, Qurban, ki, sən ümumiyyətlə tekstdə ən az vaxt sərf elədiyin şey tekst olur ki, yəni bir dənə Qurban keçir qırağa naushnik'i taxır, 20 dəqiqəyə yazdı gəldi, 15 dəqiqəyə yazdı gəldi, maksimum yarım saat, 40 dəqiqəyə uje vəsə hazırdı gəlir. Belə deyim, proyektdən proyektə dəyişir. Mənim tekstim, Murat 2 gün tekst yazdığım olur. Amma musiqiyə daha çox vaxt ayırırsınız, elə deyilmi Qurban müəllim? Yox, bitməkdir deyil axı. Yox, yəni kanta yazanda da yəni o şeylərə belə deyim, oxumağa. Mən proyekti yazanda mən bitin üstünə yazmıram. Akapella yazırsan. Yox, mən basın üstünə yazıram ancaq proyekti, bir də metronomu qoşuram, həmişə belə yazıram. Murat, yəni elə olur ki, məsələn də qulaq asırsan notlara, basın notları sənin nəyisə yadıva salır, hansısa bir anını ya da nəsə ağlıma gəlir də və o ağlıma gəlməyənə qədər mən yazmağa başlamıram. Fərqi yoxdur, bitə qulaq asıram, o baslayına qulaq asıram. Mənim ağlıma nəsə gələndə, nəsə yadıma düşəndə mən başlayıram onun üstündən yazmağa. O elə olur ki, 1 saat da çəkə bilər, 10 dəqiqə də çəkə bilər, 2 gün də çəkə bilər. Elə ola bilər ki, mən onu qırağa qoyum, deyim ki, mən bunu 1 aydan sonra işləyə biləcəm. Çünki hal-hazırda o kafada deyiləm. Elə deyil. 15 dəqiqə, 15 dəqiqə yazdığım verslər də var. Sarı kart. Yaxşı, VVS nə haqqda oxuyur? Öz həyatı haqqında, bura. Ümumiyyətlə nə Öz deməkdir həyatında VVS? baş verən şeylər. Nə? Supran bildim, VV nə deməkdir? Bura, VVS şeydir. O Supra deyil, Vaupra. Vaupra. Olsun Vaupra. Supra'da dəfə Ace-ın blok atmışdım telefona görə. Çalda Supra dedi, xətrimə dəydi, niyə uşaq idim, hə? Bu yazılmır ki. Yox, VVS Vaupra'dır.
Ha, S yoxdur başı orada. VVS Valpra. Ha, S-dan sonra V var bir dənə də. Yiyərəm sən adımı düz deyir. Yeganə insan deyə. Hə. S-dan sonra da V var. Hə, VVS W-dur Valpra. yoxsa adı V-dur? V-dır. Hamısı V-dır, brat. Sıvıpra. Şey var, konkret. Nəsə deyir, axırda başqa söz deyir. Şu. Hə, VVS nədən oxuyur? VVS öz həyatından oxumağa çalışır. Bowling nə deməkdir? Bowling biraz şəxsi proyektdir. Çox şəxsidir. Yəni bowling bir sən necə bir şeydir. Elə fikirləş ki, səndə 100% olub, 100% bilirəm səndə olub. Amma deyir ki, sən astırmısan, səndə eşin, səndən eşin olan dördə, sən get. Sən deyiblər? 100%. Mən deməyim. Mən sənə baxan şimdi İçimdə qaldı. sən, zarafatsız deyirəm də, mən ətə baxan kimi deyirlər ki, brat, sən neynirsən olar? Bizim də proyektimiz var deyə Matonla məsəl çəkmişdi o vaxtı. Ola Bir bilər. dənə track idi oxuya, bomba proyekti. Ümumiyyətlə mənim raplə olan şey, mən yəni rapdən ayrılma səbəbim biri oydu ki, mən başa düşdüm ki, mən Natonla, MC Basla, mən gör nə gün deyirəm o ki, çıxmaq lazımdır buradan. Qurban, axırıncı oyun Napoli ilə düzdür çətin idi ki. Sənin üçün bir dənə rubrikamız var. Verdi bir dənə point. Bu rubrika ilə həmişə istəmişəm ki, maska açıq olsun. İndi Samir sənə 2 nəfər deyəcək. O 2 nəfərdən birini seçməlisən. Gəldik çətin məsələlərə. Yox, burada sırf musiqi, tanışdıq zad yoxdur. Yəni ki, sırf Okey. musiqi. Məsəl üçün, Afiq sənin dostundur. Afiqlə Eminem olsa, Afiqi seçmərsən. Yəqin ki də, yox. Yəni elə bir adekvatsan da. Hə, yəni, adekvatam da, söz, tamam, hə. brat. Yəni adekvat olmasaydı məncə burada olmazdım, o da var. Yox, Samirə deyirəm. Hələ də elə bir ömrüm etdi. Canım ayrıstı. Stroma yemməm. Niyə çağırmırsan, hər an bəydi? Deyirəm də parflayda işləyir. Bu indi toqda bosna gündür, xuy çıxar. Ramredin boyu çıxmağına başa 170 əmsal verir də. O yoxsa bu? Getdik. Okaber yoxsa Orxan Zeynallı? Okaber. Okaber yoxsa Elşad Xose? Elşad Xose. Elşad Xose yoxsa Dəyirman? Dəyirman. Dəyirman yoxsa Seybu? Seybu. Seybu yoxsa Pastor? Seybu. Seybu yoxsa Orxan Qarabasma? Seybu. Seybu yoxsa 21 Reyf? Seybu. Seybu yoxsa Afiq? Seybu. Seybu yoxsa Efraim? Seybu. Seybu yoxsa Eynullah? Seybu. Çox fikirləşdin elə belə. Heç ağlıma gəlməmiş bir qarşılaşdırmaydı. Düşünməli oldum. Seybu yoxsa Expert? Expert. Expert yoxsa Anarnaq Olbaz? Expert. Yüz çətin desən də qorxurdun. Qorxmuza asatları verdin də, brat. 90 da verəcəm, də kimi verəcəm. Əslində new school üçün seçmək daha rahatdır. Sən old school üçün. Old Hə, schoollar ola həmişə bilər. çətin eləyir ki, ikisindən də dostam zaten. Amma mən bratım deyir. Hə, mən bratım. Masas versəm zülə çıxır. İndi isə keçək əsas mətləbə. Freestyle. Kənə freestyle. Sənin üçün. Qəşəng bitdi də bura. Amma bir zordur. De. Boost verirəm bax. Mən drop eləyəndə sus və qulaq cığıtaq. Hamıyla okeyəm çünki bacarıram bax. Sizin kimi atomlara bölünmərəm bu trustav. Boost verirəm bax. Təkərlər fırlanır sənsə qulaq cığıtaq. Yadımdadır heç kimə lazım olmayan günlərində hamı yığır zəng eləyir məşğulan baba. Ay bula. Ay bula qafiyə edir. Ay bula. Reload. Reload ver. Təzdən. 3-cü round təzə. Hala açılır. Normal rap deyirsən, brat. Özün desən mən rap deyən deyiləm. Rap demirəm. Bu rap idi də. Biraz jivoydun də. Neyim, oturmuşam da. Yox, Hüseyn amma. Uzan istəyirsən. Hətən, səsi biraz açdı. Aa qaqa. Qəşəng bitdi. Bir zordur. Sən də zor oxu. Ay, məncə belimi düz tutub zor oxumaq üçün. Yumurta verir, yumurta. Pis olmaz.
Boost verirəm bax. Mən drop eləyəndə sus və qulaqcığı tax. Hamıyla okeyəm çünki bacarıram bax. Sizin kimi atomlara bölünmərəm bu true stuff. Boost verirəm bax. Təkərlər fırlanır sənsə qulaqcığı tax. Yadımdadır heç kimə lazım olmayan günlərində hamı yığır zəng eləyir məşğulan baba. Verdim bir albom, 2 pack hələ də aktiv. Biz məhəllədəyik, söksələr də 0-12 stackdir. Dostum bir qıza yazıb deyir lazım ona tactics. Dedim ona pul sənin dərdi və həll. Verdim yeni sound, onlar əldə qışqırılaram. Lost olmamışam amma bu aralar hiss edirəm özümü fan. Bir battleground. I just took the deposit for my shit and that sounds fun. Don't talk to me if it ain't about that Greenpeace. You got worded, do I need your brains to go miss? Ho so stupid, she thought she might get a wedding ring. I just need my studio, I'm married to my PCs. Don't hugs and kisses until I get my keys for that flying spur. I might just visit Jesus. I took too many pills, I was a pill, now I'm on dip shit. Get my money straight, then I'm at this bitch, wow. Boost verirəm bax. Mən drop eləyəndə sus və qulaqcığı tax. Hamıyla okeyəm çünki bacarıram bax. Sizin kimi atomlara bölünmərəm bu true stuff. Okay, ladies and gentlemen, this was a Channel Podcast and our guest is WWS. MC Basın inanılmaz kletlerden hiçbir farklanmıyor VVS. MC Bas zapisi damn. götürüp et. Oy, qəşəng sualdır ya. Götürüp MC Bas zapisi. 2021 idi, 22 idi getmişdim studiyasına, yadımda deyil səs yazmamı götürüb ya. Mən bilən yox. MC Boz da mənim səs yazmamı götürmüşdü. Məncə bunu da götürüp. Azərbaycanın ilk news klubuyam, MC səs yazmamı götürməyib. Ona görə belə takdan zatdan qaçırsan da. Takdan qaçırsan deyəndə Detroitdə də qaçmaq olar buradan. Bax lan. Buradan nasıl qaçırsan bura? Nə deyirsən deyir olar. Detroitdə olar takdan qaçmaq. Yəni elə şeylər eləyiblər. Detroitdə 5 yerə qaça bilmərsən. Eminim nə qədər çalışdı qaçanmadı Bu Detroit. ümumiyyətlə biraz mənim zövqümcə deyil. Bəlkə də yəni mən başa düşməyə bilərəm. Ona görə heç bir şey eləmirəm, amma yəni arada takdan qaçmalar var idi. Əgər Detroitdə bu varsa, sən məsələdən başlayıram Detroitə.